İnnel hamdəlillah və salatu və selamu alə Rasulillah və sahbihi əcməin, əmmə ba'd. İnşallah bugün 111-ci beyti götürürük. Və qad yasiru aləmən bil qələbə mudafun əv məshubu əlkəl aqabə. Bəzən bu əlifləmlə qoşulan kəlmələr, yəni məshubu əl, yəni yanaşı gələrsə məshub, yəni mə'a, yəni mə'a əlifləm. Əlifləmlə olan və yaxud da ki, izafə ilə olan kəlmələr, yəni adət halını alır, çevrilir, olur xüsusi ada. Adət halını o qədər işlənir ki, artıq aləm kimi istifadə olunur. Yəni artıq bir söz, yəni mudaf və əl ilə işlənən sözlər aləmə çevrilir. Çox işləndiyi üçün. Yəni istifadədə o qədər məşhurlaşır ki, artıq xüsusi isim kimi hökmünü alır. Və misal çəkir ki, əl-əqabə kimi. İndi inşallah bunun izahına toxunacağıq. Burada deməli yasir bu naqis fe'llərdəndir, kənən əxvatlarındandır. Və bu aləmən onun xəbəridir. Yəni sarı yasirun xəbəridir və ismi isə bu mudafun kəlməsi də onun, yəni ismu yasirdir, bu da xəbəru yasirdir. Məshub da təbii ki, bu mudafa bunun isminə izafə olunub və yenə də bu yasirunun ismi sayılır və əl burada mudaf ileyhdir. Sonra növbəti beytdə və həzfə əlzi in tunadi əv tudif əvcib və fi qayrihimə qad tənhəzif. Və burada əvcib, yəni əntə, yəni əvcib, yəni vacib elə, vacib götür, yəni vacibdir ki, həsf edəsən. Həsf olunması nəyi? Əlifləmi. Nə vaxt? Zi in tunad. Əgər nida, xitab vaxtı, yəni munadi kimi olarsa. Əv tudif, və yaxud ki, mudaf olarsa. Yəni hər bir halda əl ilə olan isim nida ediləndə və ya izafət halında olduqda onun əlifləmi silinməsi vacibdir. Sonra deyir ki, və fi qayrihimə, yəni bu iki haldan başqa hallarda olarsa, yəni munadi olmarsa, yəni mudaf olmarsa, qad nadir hallarda olur ki, nədir? Tənhəzif, yəni düşə bilir. Yəni bu vəziyyətdə deyil, amma düşür. Bu da nadir hallarda baş verir. Bu da yəni belə şərhdə deyirlər ki, şazdır. İndi şərhə baxaq. Min əqsamin əlif və ləm ənəhə təkunu lil qələbə. Yəni əlifləmin növlərindən nə var? Çox işləndiyi üçün adət halına alınması məsələsi var. Yəni əlifləm artıq orada istifadə olunur. Yəni düşmür. Nəhu əl-Mədinə. Əl-Mədinə kimi, vəl-Kitabu kimi. Mədinə dedikdə, Əl-Mədinə dedikdə Rasulullah sallallahu əleyhi və səlləmin şəhəri nəzərdə tutulur. Əl-Kitab deyəndə isə Sibavayhin Əl-Kitab kitabı nəzərdə tutulur. Misal üçün sən deyirsən ki, iştaraytu kitabə Əl-Kitabi. Yəni Əl-Kitab kitabını aldım. Necə ki deyirsən ki, iştaraytu kitabə Ən-Nəhvi. Nəhv kitabını aldım. Bunun kimi. Yəni Əl-Kitab artıq məşhurdur. Orada əlifləm artıq məşhurdur. Yəni deyir ki, fə innə haqqahumə as-sidqu alə kulli mədinətin və kulli kitabin. Əslində deyir ki, bu Mədinə sözü, kitab sözünün haqqıdır ki, yəni layiqdir ki, as-sidqu alə şamil olunsun, sidqu alə, yəni şamil olunsun, əhatə etsin nəyi? Bütün şəhər və kitabları. Əl-Mədinə deyəndə bütün şəhərlər, kitab deyəndə bütün kitablar başa düşülməsi nədir? Gerçəkliyi var. Lakin qələbət əl-Mədinə alə Mədinətə Rasul sallam.
Lakin Əl-Mədinə sözü eee, Peyğəmbər sallallahu əleyhi və səlləm eee, şəhəri üçün üstünlük qazanmışdır. Yəni Əl-Mədinə sözü Peyğəmbər sallallahu əleyhi və səlləm yaşadığı yerə üstünlük qazanmışdır. Yəni adət halına alınmışdır artıq Əl-Mədinə sözü. Ora bir aləm kimi. Vəl kitabu da həmçində alə kitabi Sibaveyhi rahmehullah təala. Əl-Kitab sözü də Sibaveyhi rahmehullahın digər kitabların üzərində üstünlük qazanıb bu adla. Yəni adət halına alınıb. Hətta innəhumə izə utliqa ləm yutədəbər iləl fəhmi qeyruhumə. Hətta deyir, yəni iş o yerə gəlib çatıb ki, mütləq şəkildə, yəni izah olmadan mütləq şəkildə həmin kəlmələr işlənərsə, ağla ilk gələn şey, yəni o ikisidir. Tədəbbür yəni həmən gələn. İlk gələn şey o ikisidir və burada qeyrihumə yəni illə iyyəhumə yəni. Ləmlə illə gələndə bunu yalnız kimi tərcümə edə bilərsən. Və hukmu hədihil əlif və ləm ənəhə lə tuhsafu illə fin-nidai əvl idafə. Və əlifləmin bu hökmü budur ki, lə tuhsafu. Bu əlifləm düşmür belə vəziyyətlərdə. Yəni artıq aləm kimdir də. Yalnız nədə? Fin-nida əvl idafə. Yəni nida vaxtı və mudaf kimi işlənərsə bu zaman düşür. Misal üçün ya sa'ik fi as-sa'iqi. Bu və həzihi mədinətu Rasulullah sallallahu əleyhi və səlləm. Baxın, bir nəfərə əs-sa'iq deyiblər, deyəcəm nə üçün? Və onu sən çağıranda desən ki, ya sa'iq artıq əlifləmi düşürdürsən. Həmçində Mədinə sözündə. Sən Əl-Mədinətu Rasulullah demirsən də, Mədinətu Rasulullah sallallahu əleyhi və səlləm deyirsən. Əlifləmi düşürdürsən. Bu sa'iq məsələsi də nədir? Burada yəni qeyd var, yəni baxarsan aşağıda sizdə də var. Əslən bu ildırım vuran hər kəsə deyilir. Bu söz, yəni ümumi işlənir. Amma bu xas işlənib Xuveyl ibn Nufeyl kimi bir nəfər olub və o insanlara aşağıda qeyd var, yəni təhəm edilən yerdə insanlara yemək paylayırmış, yemək verilmiş və birdən bir külək başlayır, ildırımlı külək zad belə və toz torpağı o yeməklərin içinə gətirdi ki, bu ərzaqlara içinə yəni qum zad tökülür və başlayır küləyi söyməyə. Və bu zaman ildırım bunu vurub yandırır və ona dedilər ki, əs-səq, yəni ildırım falan kəs. Və Xuveylid də belə getdi. Fəqət tuhsafu fi qeyrihimə şuzuzən. Bəzən deyir, yəni nida kimi, mudaf kimi olmadıqda şaz olaraq, yəni şazı keçən dərslərimizdə izah eləmişdik, olaraq əlifləm düşür. Yəni bütün kəlmələrdə yox. O yəni simai kimi, yəni hansısa bir kəlmədə ola bilsin ki, düşüb. Sümma min kəlamihim, yəni ərəblərdə yəni o cür belə eşidilib. Hədə uyuqu taliə vəl əsl əl-uyuq. Misal üçün deyirsən ki, uyuq və huva ismu nəcm. Uyuq ulduz adıdır. Ulduz adıdır. Əslində bu kəlmə mane olmaq deməkdir. Mane olmaq deməkdir. Misal üçün deyir ki, bu yüksələn uyuqdur, yəni yüksələn ulduzdur. Buna da aşağıda sizdə qeyd var. Orada 3 yazılıb baxarsınız. Tutaq ki, bir ulduz, Dəbəran ulduzu Süreyya ulduzunu təqib edir və onların arasında bir ulduz da var və bu iki ulduzun bir-birinin təqibinə mane olur. Yəni Dəbəran ulduzu tutaq ki, Süreyya ulduzuna çatmır
və bu ortadakı ulduza uyuq deyiblər, mane olan, amma artıq bir ələm kimi əl-uyuq deyəndə bu münəccimlər arasında və yaxud da ki, bu eee, bu fəza sistemi haqqında danışanlar artıq əl-uyuq deyəndə bilirlər ki, ulduzdan söhbət gedir. Necə ki, əş-şəms də misal üçün, əslində o da ulduzdur. Sadəcə şəms sözü lüğəti mənasında nədir? Çox parlaq, aydın və ona şəms dedilər. Bəzən də görürsən ki, o xam atlar olur. Hani, minilməsi mümkün deyil, xamdır. O tullayır adam belə, imkan vermiş üstünə minəsən. Ona da şamus deyirlər. Yəni bu cür belə adlanır. Yaxşı, deməli, amma o şəmsiyyə, qəməriyyə hərfi o cəhətdən deyil, sadəcə əl-şəmsu, əl-qəməru, əş-şəmsu, əl-qəməru o şəmslə qamar sözü məşhur sözdür deyənə onu bir misal kimi götürüblər və oradakı şəddəlini şəms sözünə nisbət ediblər, şəmsiyyə deyiblər və o birisindəki şəddələnməyəni isə qamar sözünə nisbət ediblər. Və qəd yakunu əl-ələmu bil-qələbə aydan mudaf. Bəzən ələm yəni mudafa görə yəni mudaf-müdafilə səbəbi ilə, izafə səbəbi ilə görürsən ki, yəni uşağı atasına izafə etməklə artıq o qədər işlənir ki, bil-qələbə, yəni o qədər yəni üstünlük təşkil edir ki, bu istifadə etmək adət halını alır, sanki bir xüsusi ad olur artıq, ələm olur. Kə İbn Ömər və İbn Abbas və İbn Məsud. Bunun kimi fə innəhu ki, yəni belə ki, yəni bu istifadə bu sözlər qələbə alə əl-əbədələ. Əbədələyə üstünlük gəlir. Əbədələ nədir? Əbdələ. Bunun təki əbdələdir, yəni fəalələ. Yəni Abdullah. Yəni əbədələ deyənə, yəni Abdullahlara. Bunların hamısının adı önündə Abdullah, əslində öz adları Abdullahdır da, önündə yox, öz adları Abdullahdır. Da Abdullah deməyiblər. Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Məsud deməyiblər, Abdullah ibn Zübeyr misal üçün deməyiblər. Elə deyiblər ki, İbn Ömər, İbn Abbas, İbn Məsud, İbn Zübeyr belə. Dunə qeyrihim min əvladihim. Yəni artıq o üstünlük təşkil eləyib onun digər övladlarından daha üstün təşkil eləyib. Yəni sən artıq İbn Abbas deyəndə və yaxud da İbn Ömər deyəndə Ömər radiyallahu anh digər oğlanları da var axı. Onlar yox, yəni bu ad onun o digər oğlanlarına üstünlük təşkil edib, qələbə çalıb da belə deyək lüğəti mənasında. Həmən Abdullah başa düşülür. Onun digər oğlanları başa düşülmür. Həmçində İbn Abbas. Abdullah İbn Abbas. İbn Abbasın məsələn digər oğlu var. Bu Abdullah İbn Abbasdan böyükdür. Fadıl məsəl üçün radiyallahu anh o daha böyükdür. Hətta çox gözəl olub da şeydə yaraşıqlı olub. Yəni o İbn Abbas deyəndə Fadıl yada düşülmür, amma Abdullah yada düşür. Niyə? Çünki artıq bu İbn Abbas sözü o qədər istifadə olunub bu Abdullaha nisbətdə və o biri oğul qardaşlarına üstünlük gəlib. Və in kana haqqu as-sidq alayhim. Baxmayaraq ki, yəni sən İbn Abbas, İbn Ömər deyəndə onun digər oğlanlarına da şamil olunma haqqı var. Yəni həyata keçmə haqqı var da. Lakin qalibə alə haulai hatta innehu izə utliqa İbn Ömər la yufham minhu qeyri Abdullah. Yəni qeyri Abdullah. Yufhamu və ya da qeyri Abdullah. Məcbulda gətiribsə. Və o qədər deyir üstünlük təşkil edir ki, bu məsələ onlara. Hətta deyir, yəni ümumi İbn Ömər sözü işlənəndə yəni Abdullahdan başqası başa düşülmür. Və yaxud da ki, həmçinin İbn Abbas məsələsində. Yəni Abdullahdan başqası başa düşülmür. Yəni Ömər Rədhanın digər oğlanları ağla gəlmir. Və kədə İbn Abbas və İbn Məsud radiyallahu anhum əcməin. Beləliklə İbn Abbas, İbn Məsud radiyallahu anhum da hamısı. Və hədihil idafə və bu izafə la tufariqu. Yəni bir-birindən artıq ayrılmır. La fi nida və la fi qeyrihi. Yəni
Belə ki, bu izafət nə nida zamanı, nə də başqa halda ondan ayrılmaz. Misal üçün, ya İbn Ömər, yəni yəni hətta belə. Və burada inşallah bu sxemi çəkərsiniz. Ənval əlif və ləm, əlifləmin növləri deməli bölündü əl-mərifə, mərifə deyirəm düzü, müarifə, yəni mərifə edən əlifləm, onun özü əhd kimi, istiğraq kimi, istiğraq cins, tarif el-haqiqə kimi üç yerə bölündü. Sonra zəidə var, zəidə ləzimə, ayrılmaz var, qeyri yəni daim işlənir, qeyri ləzimə, yəni ayrıla bilər o əlifləm oradan. Sonra lil ləmh kimi sifət, yəni tutaq ki, fadl idi, sonra əl-fadl qoydu, yəni sifətə mənasına işarə edən əlifləm. Bir də lil qələbə bunu götürdü, yəni üstünlük təşkil edən əlifləm məsələsi. Və burada Şeyx İbn Hüseymin Rəhməllahın şərhində də bir nüans var. Ona baxaq. Və İbn Hüseymin Rəhməllah burada bir maraqlı məqama toxunur. Deyir ki, misalda İbn Məlik Rəhməhullah Əl-Aqabə gətirdi. Sadəcə deyir, bu Əl-Aqabə ilə biz nəfçilərlə razı deyilik ki, Əl-Aqabə deyildikdə fəl-murad bihə Əl-Camra, o camarat nəzərdə tutulur. Lakin deyir, bu nə vaxt nəzərdə tutula bilər? Həcc yəni mərasimindən danışıqda. Yəni bu ağla gələ bilər. Amma sən xalicdən danışanda misal üçün deyirsən ki, səfərtu iləl əqabə. Əqabəyə getdi, deyirsən ki, səfər elədim əl-əqabəyə. Fə innəkə lə təqsidu cəmrətə əl-əqabə. Onda bu həmin o həcdə daş atılan yer ki, əqabə ora nəzərdə tutulmur. Bəl təqsidu əl-əqabə əlləti yəntəhə əl-xalic əlindəhə. Yəni xalicin, o ərazinin bitdiyi nədir? Yer nəzərdə tutulur. Burada yəni şeyx bu cür belə izahat verir. Və həmçinin deyir, Əl-Mədinə sözü, aləmun alə-Mədinəti Rasulullah sallallahu əleyhi və səlləm, yəni bu aydındır, bunu dedik. Və illə fəhiyyə salihətun li kulli Mədinə, yəni digər şəhərlərə də bu uyğundur və gətirir ayətləri ki, yəni burada diqqətli olun. Və cəə rəculun min əqsa əl-Mədinəti yəshə. Burada Əl-Mədinə əlifləmlə gəlir. Əl-Mədinə huna leysət Mədinətə Rasulullah sallallahu və kəqovlihi teala, necə Allah subhanahu bu sözündə kimi, və kənə fil Mədinəti tisxətu rahdin yufsiduna fil ard ayəsindəki kimi də vəl murad bihə huna Mədinətu Salih. Salih əleyhissalamın Mədinə şəhəri nəzərdə tutulur aleyhissalatu vesselam. Və amma qovluhu teala yəquluna ləin rəca'na iləl Mədinəti ləyuxricənnə əl-əazzu minhə əl-əzəl. Bu ayədə isə fəl-murad Mədinətu Rasulullah sallallahu. Aydın, bu ayədə Rasulullah sallallahu ayəsi nəzərdə, şəhəri nəzərdə tutulur. Bir də bir məsələ var, ona toxunaq. Yəni bu kitabı yükləsəz yaxşı olar. Səhifə 367. Və burada şeyx xülasə eləyir ki, əlifləm cinsiyyə və əhdiyyə olaraq iki yerə bölünür və bunlar da özü müxtəlif mənalara, yəni iki məna cinsiyyəyə aid olacaq və üç məna isə əhdiyyəyə aid olacaq. Və bəzən deyir, li bəyəni həqiqəti cins olur, əv li bəyəni istiğraqlı cins olur. Bu cinsiyəyə aiddir və misal üçün və tərətən təkulil əhd zikri əv zihni əv huduri kimi mənaları da olur və sonra bunlar üçün misallar gətirir. Digər səhifənin tamamına qədər. Sonra şeyx burada mövzunu bitirir, başqa mövzuya keçir.
Yaxşı, inşallah kifayət eləyər. Subhanakallahumma bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.